Bir zamanlar güclü görünməyə çalışan, daxilində isə öz susqunluğu ilə boğuşan biriydim. Hamını anlayırdım, özümü unudurdum. Terapiya ilə tanışlığım da özümü daha dərindən tanıma istəyi ilə başladı. Peşəmin tələb elədiyi dərinliyi, insan ruhuna toxuna bilməyi öyrənməyim üçün öncə öz ruhuma toxunmağı seçdim. Təkcə psixoloq olmağı deyil, incə düşünməyi öyrətdi mənə terapiya. Həm də özümə şəfqətlə yanaşmağı. Əgər bu yolda tək olduğunu düşünürsənsə, yanılırsan. Çünki biz çoxuq. Və yaxşı xəbər budur ki, dəyişmək mümkündür. Sevilmədiyini düşündüyün yerlərdə belə sən özünə şəfqətlə yanaşmağı seçə bilərsən. Bu səs bəlkə sənə tanış gəldi. Çünki bu tək mənim deyil. Bu çoxumuzun hekayəsidir.